Salam hörmətli müəllimlər. Bugünkü mövzumuz sizlərə təfəkkürün növləridir. İlk öncə gəlin baxaq təfəkkür nədir? Təfəkkür insanın kognitiv, yəni idraki fəaliyyətidir, düşünmə prosesidir. Kognitiv fəaliyyət zamanı insanın ideyaları, düşüncələri, mental təsəvvürləri formalaşır və ya istifadə olunur. Təfəkkür beyində gedən elə bir psixoloji bir prosesdir ki, insanda psixoloji assosiasiyalar, müxtəlif modellər formalaşdırmağa kömək edir. Təfəkkür deməli informasiya axtaranda, emal edəndə bu kimi fikirləri başqalarına şifahi və ya yazılı şəkildə və s. ifadə etdikdə bu fəaliyyət zamanı təfəkkür formalaşmağa və inkişaf etməyə başlayır. Deməli, təfəkkürün də müəllimlər bir neçə növləri var. Gəlin baxaq. Məntiqi, tənqidi, yaradıcı, konvergent, divergent, verbal və qeyri-verbal, deduktiv, induktiv, analitik düşünmə bu kimi növləri var. Deməli, təfəkkürün növləri bunlar idi. İnsan nə zaman nəzərə almaq lazımdır ki, insan düşünərkən yalnız bir təfəkkür növündən istifadə etmir, bir neçə təfəkkür növündən istifadə edir. İlk öncə gəlir müəllimlər məntiqi təfəkkür. Məntiqi təfəkkür nədir müəllimlər? Yəni şagirdlərin məntiqi təfəkkürləri onların gündəlik həyatlarının bir parçası olaraq formalaşır. Məntiqi təfəkkür uşaqlar ətraf aləmi dərk etməyə və düşünməyə başladığı anda inkişaf edir. Yəni uşaq valideynə nə üçün sualı soruşduqda ana səbəbini izah edir. Uşaq belə sual verməsə, onda deməli, məntiqi təfəkkürün formalaşmasını işarə etmiş olur. Beləliklə, şagirdlərdə məntiqi düşüncə məişətdə başlayır. Şagirdlərdə məntiqi təfəkkür məişətdə başlayır, məktəbdə isə inkişaf etmiş olur. Məntiqi təfəkkürün də özündə aşağıdakılar əks etmişdir. Gəlin baxaq. Səbəb-nəticə əlaqəsinin tapılmasıdır. Səbəb-nəticə əlaqəsinin tapılması, problemin sadə yolla həllidir, prosesin başlanğıcı və sonunu müəyyənləşdirilməsidir, faktlar əsasında mühakimə yürütmək əsaslanmasıdır. İndi isə gəlin baxaq misallara. Deyir ki, məntiqi təfəkkür məsələlərin həllində ən sadə düşünmə yoludur və buna aid də bir neçə misallar verilib. Birincidə deyilir ki, şagirdin müəllimə verdiyi cavab əsassızdır. Yəni, əsassızdır nədir? Nəticədir. Artıq məntiqi cəhətdən bilməliyik ki, nəyə əsasən əsassızdır? Şagird müəllimin sualına düzgün anlamayıb. Səbəbi budur. Yəni, anlamayıb ki, şagird müəllimə verdiyi cavab əsassızdır. Şagird də dinlədiyi sualda açar məqamı tapmağı öyrətməliyik. Bu da həll yoludur. İkinciyə baxaq. Deyir ki, mobil telefon deməli sönübsə, bu nəticədir. Baxın, mobil telefon sönübsə, nəticədir. Demək ki, bateriyanın elektrik yükü bitib. Elektrik yükü bitib. Məntiqi cəhətdən düşündük ki, nəyə əsasən sönüb? Və məntiqi cəhətdən bildik ki, bateriya elektrik yükü bitdiyini, yəni bateriyanın elektrik yükü bitdiyinə görə mobil telefon sönüb. Burada artıq nə oldu? Səbəb-nəticə əlaqəsinin olmasıdır və burada da məntiqi təfəkkürün inkişaf etməsidir. Sonra, tənqidi və yaradıcı təfəkkürün formalaşması üçün məntiqi təfəkkürün inkişafı vacibdir. Yəni, birinci məntiqi təfəkkür formalaşması lazımdır ki, tənqidi və yaradıcı təfəkkür də inkişaf etsin. Deməli, bunların inkişaf etməsi üçün birinci nə formalaşmalıdır? Hansı təfəkkür inkişaf etməlidir? Məntiqi təfəkkür inkişaf etməlidir. Eyni zamanda da şagirdlərdə problemi həll etmə bacarığının formalaşmasına müsbət təsir edəcək. Sonra gəlir düşünmə formalarından induktiv düşünmə. İnduktiv düşünmə nədir müəllimlər? İnduktiv düşünmədə nümunələrə baxıb onların bir prinsipin altında birləşdirmək, yeni nümunələrdən ümumi prinsipə doğru getməkdir. Nədir? Yəni, birinci gəlir induktiv düşünmədə xüsusidən ümumiyə,
Sonra nümunədən qaydaya. Yazdım belə. Yəni nümunədən qaydaya. Buna uyğun belə bir misal deyə bilərəm. Burada da yazılıb. Deyir ki, Mirzə Ələkbər Sabir və Cəlil Məmmədquluzadə ana dilinin saflığı uğrunda mübarizə aparmışlar. Baxın. Artıq bu bizim nəyimiz oldu? Nümunəmiz oldu. Mirzə Ələkbər Sabirlə Cəlil Məmmədquluzadə ana dilinin saflığı uğrunda mübarizə aparıb. Bu nümunədir. Sonra bu ədiblər 20-ci əsrin əvvəlində yaşamışlar. Deməli, 20-ci əsrin əvvəllərində ana dilinin saflığı uğrunda mübarizə aparılıb. Artıq mübarizə aparılıb nə oldu? Bir qaydamız oldu. Baxın, bu bir qaydadır. Deməli, 20-ci əsrin əvvəllərində ana dilinin saflığı uğrunda mübarizə aparılıb. Mübarizə aparıldı nə? Qayda. Deməli, nümunədən qaydaya gəlinir. Yəni, xüsusidən ümumiyə gəlindi. Xüsusi nə oldu? Mirzə Ələkbər Sabirlə Cəlil Məmmədquluzadə. Ümumi nə oldu? 20-ci əsrin əvvəllərində ana dilin saflığı uğrunda mübarizə aparılması. Nəyə aid olmuş oldu? İnduktiv düşünməyə. Sonra gəlir. Durna və leylək köçəri quşlardır. Nədir? Durna və leylək. Durna və leylək nə oldu? Bizim nümunəmiz oldu. Nümunədir. Sonra hər ikisi qışda isti ölkələrə uçur. Deməli, köçəri quşlar da artıq köçəri quşlar deyir, demir filan quşlar. Durna və leylək. Artıq nə oldu? Ümumilikdədir. Deməli, köçəri quşların qışda isti ölkələrə uçmaq kimi xüsusiyyətləri vardır. Nə oldu? Xüsusidən ümumiyə, nümunədən qaydaya induktiv düşüncə oldu. İndi isə gəlin baxaq deduktiv düşüncəyə. Deduktiv düşüncə nədir müəllimlər? Burada isə tərsinədir. Deduktiv düşüncədə dux kimi yadınızda saxlayın. Ümumidən xüsusiyə. Nə oldu? Dux. Sonra qaydadan nümunəyə. Deməli, qaydadan nümunəyə, ümumidən xüsusiyə. Nə oldu? Deduktiv düşüncəyə aid olmuş oldu. Buna aid bir nümunələrə baxaq. Deyir ki, riyaziyyat dərsində şagirdlər birinci öyrənirlər ki, toplananların yerinin dəyişdikdə cəm dəyişmir. Artıq bu nə oldu? Bizim qaydamız. Qayda. Yəni bir ümumi məlumat. Yəni baş hərflərini yazıram ki, biləsiniz. Riyaziyyat dərsində şagirdlərin birinci öyrənirlər ki, toplananların yerini dəyişdikdə cəm dəyişmir. Bu bir qayda oldu, ümumi. Sonra nümunə gəlir, yəni xüsusi. Nümunə nədir? A çıx, mənfi A üstə gəlsin B, bərabər B üstə gəlsin A. Nə oldu? Nümunə oldu. Bu oldu nə? Nümunə. Yəni xüsusi. Deməli, qaydadan nümunəyə, ümumidən xüsusiyə. Nə olmuş oldu? Deduktiv düşüncə. İndi isə gəlin baxaq ikinci misala. Güllərin sulanmadan çiçək açmayacağını öyrənən şagird özlüyündə qət edir ki, limon ağacı sulanmasa bar verməyəcək. Baxaq. Güllərin sulanmadan çiçək açmayacağını öyrənən şagird. Artıq bu nə oldu? Sulanmadan çiçək açmayacağını öyrənən şagird. Bu bir qayda oldu. Bir dəqiqə. Q yazıram, yəni biləsiniz ki, qaydadır. Sonra limon ağacı. Limon ağacı nə oldu? Bir nümunə oldu. Qaydadan nümunəyə və yaxud da ümumidən xüsusiyə. Ümumidən xüsusiyə, qaydadan nümunəyə nə oldu? Deduktiv düşünmə. Üçüncü misala baxaq. Kövrək materiallar bərk təsirə məruz qalanda sına bilər. Kövrək materiallar demir ha, filan material. Kövrək materialdır. Artıq burada nə oldu? Qaydadır. Şüşə də
kövrək materialdır. Artıq şüşə nədir? Bir nümunədir. Deməli, şüşə bərk təsirə məruz qalsa sına bilər. Deməli, şüşə bərk təsirə məruz qalsa sına bilər, nümunədir. Amma birinci nə gəldi? Kövrək materiallar. Kövrəkdən sonra bütün materiallar deyir. Yəni kövrək materiallar nə oldu? Qayda, amma şüşə kövrək materialdır. Deməli, şüşə də bərk təsirə məruz qaldıqda sına bilər. Bu da oldu nümunə. Qaydadan nümunəyə deduktiv. Sonuncu misala baxaq. Sonuncu da deyir ki, bütün 2 və 4 variantlı şəkilçilər milli şəkilçilərdir. Baxın, 2 və 4 variantlı şəkilçilər milli şəkilçilərdir. Qaydadır artıq. İndi ismin hal şəkilçiləri. İsim nə oldu burada? Nümunəmiz oldu. Deməli, ismin hal şəkilçiləri 2 və 4 variantlıdır. Deməli, ismin hal şəkilçiləri milli şəkilçilərdir. İsim burada nə oldu? Nümunəmiz. Qaydadan nümunəyə. Deməli, ümumidən xüsusiyə nə oldu? Deduktiv düşünmə. Yəni, dediyim kimi, deduktiv düşünmədə dux varsa dux. Baxın, bunu bir belə yadda saxlayın. Ya da bir qıraqda belə yazın. Yəni, belə oldusa müəllimlər, nə oldu? Deduktiv düşünmə. Deduktiv düşünməyə aiddir. Yəni, qaydasıdır. Deduktiv düşünmə ümumidən xüsusiyə, qaydadan nümunəyə. İnduktiv düşünmədə isə xüsusidən ümumiyə, nümunədən qaydaya. İndi isə gəlir müəllimlər analitik düşünmə. Analitik düşünmə nədir müəllimlər? Yəni, analiz eləmədir, təhlil etmədir. Hər zaman analitik düşünən insanları işə cəlb edirlər. Məsəl üçün, tutaq ki, mənim telefon markam var, satışı aşağıdır. Analitik düşünən insanlar problemin kökünü tapır, problemi həll edirlər. İlk öncə baxırlar ki, mənim telefon markamın deməli keyfiyyətlidirmi? Müasir proqramları dəstəkləyirmi? Bazarda telefonun tələbat varmı? Qiymət çox baha deyil ki, deməli, reklamı necə gedir? Yəni, bunları belə deyək də təhlil edirsə, araşdırırsa, deməli, həmən bu problemləri aradan qaldırırsa, bu analitik düşünmədə artıq. Analitik düşünmədə də deyir ki, müxtəlif məlumatların təhlilli hissələrinə parçalanaraq araşdırılmasına ehtivaldır. Deməli, məlumatları araşdırır. Deməli, nə oldu? Telefonun, belə deyək də, satışını necə belə deyək də, yüksəltə bilərik? Telefon satışını daha da yaxşılaşdıra bilərik. Onu neylədik? Problemləri aradan qaldırdıq. Keyfiyyətlidirmi? Keyfiyyətli olub olmamasına baxdıq. Müasir proqramların dəstəklədimi? Bazarda telefonun tələbat varmı? Qiymət çox baha deyil ki, reklamı necə gedir? Yəni, bunlara biz neylədik? Diqqət etdik. Əgər bunları təhlil ediriksə, bu problemləri aradan qaldırırıqsa nədir? Analitik düşünmədir. Yəni, yaradıcı təfəkkür isə bunlardan çıxış edərək məsələyə yeni formada yanaşır. Bir sözlə, yaradıcı təfəkkür zamanında bütün düşüncələr, məntiqi, analoji, induksiya, deduksiya, analitik, konvergens sistemi və s. kimi də bunlar işə düşür. Deməli, analitik düşünmə nə oldu? Müxtəlif məlumatların təhlil hissələri parçalanaraq araşdırılmasıdır. Tənqidi təfəkkür məsələnin həll yolunun meyar üzrə qiymətləndirməsinə kömək edir. Yaradıcı təfəkkürdə nə idi? Yaradıcı təfəkkürdə insan, yaradıcı təfəkkür isə bunlardan çıxış edərək məsələnin yeni formada yanaşması idi. İndi isə gəlir divergent düşünmə. Divergent düşünmə nədir müəllimlər? Divergent düşüncədə belə, necə deyim, zadagan düşüncədir. Yəni, necə? Bu düşüncə tərzi problemi həlli üçün ideyaların generasiya xidmət edir. Yəni, divergent düşünən insanlar, düşüncə tərzi insanlar, deməli, suallara çoxsaylı
perspektivlərdən baxma və çoxsaylı mümkün cavab və həll yolu fikirləşməkdir. Divergent düşünən deməli qəbul olunmuş yolların əleyhinə çıxaraq alternativ axtarmağa tərəfdardırlar. Yəni divergent düşünənlər əlavə fikirlər tapmağa yaxşıdırlar. Deyək ki, bir həll yolundan istifadə etmirlər də. Varlı düşüncəli insanlardır bunlar. Yəni bir neçə həll yolları düşünürlər. Məsəl üçün deyək ki, elə adam var ki, belə deyək, universiteti bitirdikdən sonra deyir ki, bir dənə belə deyək də işləyim, müəllim işi işləyim, bəsimdir. Elə burada artıq bir dənə müəllim işi işləyənlər nədir? Konvergent düşüncəlidirlər. Amma divergent düşüncəli insanlar da var ki, deyir, boş vaxtım varsa, elə adam var ki, bir əkin yeri alır, əkir, becərir və yaxud da biri kurs açır, hazırlıqlar keçir, biri nə bilim şirniyyat mağazası açır, biri uşaq bağçası açır. Yəni bunlar artıq nə oldu? Divergent düşünən insanlardır. Yəni tək bir işlə belə deyək də qane olmurlar. Bir neçə belə deyək də gəlir yolları axtarırlar. Yəni dediyim kimi belə yadda saxlayın, zadagan düşüncəli insanlardır. Yəni varlı düşüncəli insanlardır. Varlı düşüncəlilər hansılar oldu? Divergent düşüncəlilər oldu. Hə. Zadagan deyəndə bilin ki, divergent düşüncə ağlınıza gəlsin. Yəni belə deyəndə daha çox inteqrasiya olunanda daha çox yadda qalmış olur. Ona görə deyirəm müəllimlər. Deməli, divergent düşüncələrə problemi tez həll etməkdə çətinlik çəkirlər. Çünki yeni ideyalar axtarışında olurlar. Dediyim kimi, problem həllinə bir neçə ideyaların axtarışları olmasıdır. İdeya və fikir toplama prosesində fərqli yanaşma ilə seçilir. Daha ətraflı və yaradıcı düşünməyə malikdirlər. Bunlar da divergent düşüncəyə aid edilir. Konvergent düşüncə. Konvergent düşüncəyə kasıb düşüncə deyirlər. Hə, gəlin baxaq niyə. Deməli, divergent əksinə olaraq mövcud müxtəlif ideyaların toplanması, təhlil etməsinə xidmət edir. Konvergent düşüncə yaradıcı təfəkkür olmasa da onu stimullaşdırmağa şərait yaradır. Konvergent düşüncə sualın bir düzgün cavabı, problemin bir mümkün həll yolu vardır. Deməli, konvergent düşüncə indiyədək istifadə olunmuş yolları düzgün yol hesab edir. Konvergent düşüncə yeni fikirlər toplamaqda əziyyət çəkirlər. Tez nəticəyə gəlmək qabiliyyəti yüksək olur. İdeya və fikri qiymətləndirərək seçməyi bacarırlar. Deyək ki, konvergent düşünən insanlar dedim ki, deyək ki, müəllimlik üzrə 4-cü kursu bitiriblər, işə sənəd veriblər və bir dənə belə deyək də ancaq müəllimlik işindən qənaətlənirlər. Bir artıq boş vaxtların belə deyək də artıq işlə işlənirlər, özlərini yormurlar. Bir dənə belə deyək də ancaq dərs keçirlər. Məsəl üçün deyə bilərəm ki, konvergent düşüncədə elə şagird var ki, problem həll yolunda bir neçə həll yollarından istifadə edirdi. Bu olurdu divergent düşüncəli. Amma elə şagird də var ki, yəni bu problemi həll etməsində, yəni bugünə kimi istifadə olunan həll yollarından baxır və deyir ki, hə, bu həll yolları yaxşıdır və mən də bundan istifadə edim. Artıq burada konvergent düşüncədir. Çünki belə deyək də, özün yormur, artıq hazır həll yollarından istifadə edir problemin həllində. Bu da olur nə? Konvergent düşüncə. Məncə qaranlıq qalmaz. İndi isə gəlir müəllimlər analoji düşüncə. Analoji düşüncə nədir? Yəni, iki və daha artıq hadisə, anlayış, sistem və s. arasındakı olan oxşarlıq müəyyənləşdirilməsində xidmət edən düşünmə bacarığıdır. Deməli, analoji düşünməyə nə aid edə bilərik? Deyək ki, pianoda ifadə etmək üçün lazım olan bilikləri uşaq digər klavişli alətlərə də tətbiq edə bilər və yaxud da müəllim şagirdlərə
300.000 rəqəminin nə qədər böyük olduğunu izah etmək üçün yerlə ayın arasındakı məsafənin böyüklüyünü izah edə bilər. Artıq nə oldu? Oxşarlıq və müqayisə elədi. Və yaxud da deyə bilərik ki, deməli, quşa baxıb təyyarənin hazırlanması. Oxşar cəhəti nədir? İkisi də uçur. Artıq biri nədir? Biri heyvandır, biri də ki, dəmir parçasıdır. İkisi də havada, belə deyək də, uçur. Fərqli cəhətləri nə oldu? Fərqli cəhətləri birinin heyvan olmasıdır, birində dəmir parçası olması. Nəyə aid olmuş olur? Analitik düşünməyə. Və yaxud da cırcıramaya baxıb vertolyotun hazırlanması. İkisi də nədir? İkisi də belə deyək də havada uçur, amma biri nədir? Biri dəmir parçasıdır, biri də ki, belə deyək də heyvandır. Yəni bunlara belə deyək də əlaqələndirirlər. İki və daha artıq hadisə və anlayışdır, sistemdir. Yəni bunlar arasındakı oxşarlıq müəyyənləşdirilməsinə xidmət edən düşünmə bacarığına deməli nə deyilir? Analoji düşünmə deyilir. İndi isə gəlir müəllimlər verbal düşünmə. Verbal düşünmə nədir müəllimlər? Verbal səsli düşünmədir. Yəni şagird dərsi izah edir, dərsi danışır, müəllim dərsi izah edir. Mənim indi dərsi izah etməyim verbal düşüncədir. Bunda da məncə qaranlıq olmaz. Verbal nədir? Səsli düşünmə forması. Qeyri-verbal nədir müəllimlər? Qeyri-verbal isə əksinədir. Yəni burada danışma falan yoxdur. Səs yoxdur. Bu hər hansı bir informasiyanı emal edərkən, problemi həll edərkən vizual mühakiməyə əsaslanma bacarığıdır. Yəni burada tədrisli qeyri-verbal düşünmə şagirdlərdə bir çox fənlərdə, məsələn, fizikadır, riyaziyyatdır, informatikadır, yəni müxtəlif konsepsiyaların anlaşmasına, məsələlərin həll edilməsinə, proqramlaşdırmaya kömək edir. Qeyri-verbal düşünmə bacarıqda şagirdlərdə hansı bacarıqları formalaşdırır? Deməli, nəticəyə görə bilmək və planlaşdırma bacarığıdır, proqnoz verməyin əsasıdır. Sonra hər hansı bir şəkil, heykəl, maket və s. yaratmaqdır. Xəritə ilə işləmək, kompasdan düzgün istifadə etməkdir. Diaqram, sxem, cədvəlləri oxumaq və çəkməkdir. Çertojalardan düzgün istifadə etməkdir. Bunlar hamısı nəyə aid olmuş oldu? Qeyri-verbal düşüncəyə. Deməli, müəllimlər, qeyri-verbal düşüncədə, məsəl üçün, şagirdə misal veririk, həll edir, diaqramlar da iş verir və yaxud da deyək ki, xəritələr üzərində iş veririk şagirdlərə. Bu da olur nə? Qeyri-verbal düşüncə. Yəni, şagird misalı həll edirsə, çalışmanı həll edirsə, qeyri-verbal düşüncəyə aid etmiş oluruq. Ardıcıl düşünmə nədir? Ardıcıl düşünmə müəllimlər addım-addım mərhəlini düşünməyə özündə əks etdirir. Hər hansı bir hadisənin necə davam etdirməsi, səbəb-nəticə əlaqəsinin tapılmasına şərt və əsaslandırmanın özündə əks etdirir. İndi isə gəlin nümunəsinə baxaq. Ardıcıl düşünmədə deməli, mərhələli düşünmədir, addım-addım düşünmədir. Yəni burada bir iş bitir, digər başlayır ardıcılda. Araşdırma aparan deməli, şagird bilməlidir ki, əvvəlcə informasiyaları bir çox müxtəlif mənbələrdən toplamaq, baxın, sonra informasiyaları emal etmək, ümumiləşdirmək, qruplaşdırmaq, təhlil etmək. Artıq burada nə oldu? İşlər ardıcıl olaraq göründü. Deməli, dəyərləndirmək lazımdır. Nəyə aid olmuş oldu? Ardıcıl düşünməyə. Ardıcıl düşünmək gördünüzmü? Artıq belə deyək də, iş ardıcıl olaraq təyin olunur. Deməli, əvvəlcə informasiyalar bir çox müxtəlif mənbələrdən toplayır, sonra informasiyaları emal edir, ümumiləşdirir, qruplaşdırır, təhlil edir, sonra sonda nə edir? Dəyərləndirir. Bu da artıq nəyə aid olmuş olur? Ardıcıl düşünməyə. Sonra gəlir sistemli düşünmə.
Sistemli düşünmə nədir müəllimlər? Bizi əhatə edən anlayışlar, konsepsiyalar, ideyaları təhlil etmək, sonra hissələrə parçalamaqda, düzgün bölüşdürmək, daha da yaxşılaşdırmaq. Deməli bu bacarıqdır. Məsələn, vaxtın düzgün bölünməsidir. Sistemli düşünmə nümunə ola bilər. Sistemli düşünmə də ətrafdakıların bir-birinə təsirini anlamağa xidmət edir. Yəni sistemli düşünmə yaradıcı təfəkkürü də formalaşdırmağa kömək edir. Hansı təfəkkürü formalaşdırır? Deməli, yaradıcı təfəkkürü formalaşdırmağa kömək edir. Məsələn, suyun çirkləndirilməsi dənizdəki canlıların bundan zərər görməsi ilə nəticələnir. Yəni suyun çirklənməsində nə oldu? Dənizdəki canlılar bundan zərər görməsinə nəticələnir. Canlıların orqanizmində toksik maddələrin səviyyəsi artır ki, bu da insanların dəniz məhsulları ilə qidalanmasında zamanı insanın özünə mənfi təsir göstərir və ya suyun çirklənmə prosesində canlılar məhv olur. Yəni bu öz növbəsində ekoloji tarazlığın pozulmasına səbəb olur. Bütün bunlar insan həyatında ciddi şəkildə mənfi təsir edir. Yəni bunlar artıq nə oldu? Sistemli şəkildə baş verdi. Düzdürmü müəllimlər? Birinci belə deyək də suda çirklənmə oldu, sonra canlılarda belə deyək də canlıların orqanizmində toksik maddələr səviyyələri artdı. Bu da insanın dəniz məhsulları ilə qidalanmasında mənfi təsir edir və səbəb deməli sonda nə olur? Bütün bunlar da insan həyatında ciddi şəkildə mənfi təsir edir. Artıq bu da sistemli düşünməyə aid edilmiş olur. Çünki belə deyək də baş verənlər sistemli şəkildə olur. İndi isə gəlir məntiqi xətalar. Gəlin baxaq məntiqi xətalar hansılardır? Birinci gəlir həddindən artıq ümumiləşdirmək. Həddindən artıq ümumiləşdirməyə, yəni 1-2 nümunənin bütün qrupa aid etmək düşüncəsi. Misal verilib. Deyir ki, taksi xidməti üçün Toyota Prius markalı avtomobillərdən istifadə edən müştəri yolda qəzaya uğrayır. Səhv mühakiməyə baxaq. Məntiqi xətalardan deməli deyir ki, bu qəza ona görə baş verir ki, maşının markası Prius'dur. Deməli, bütün Prius maşınları təhlükəlidir. Artıq nə oldu? Yəni, bir dənə Prius markalı maşının, belə deyək də, müştərisi yolda qəza uğradığına görə, belə deyək də, sərnişinlər də deyir ki, həmən Prius markalı maşında problem var və deməli, bütün Prius maşınları təhlükəlidir. Artıq nə oldu? Həddindən artıq ümumiləşdirmə oldu. Bütün Prius markalı maşınlarına aid etmiş oldu. Bu da aiddir həddindən artıq ümumiləşdirməyə. Əsaslı mühakimədədir. Əsaslı mühakimədə deyir ki, hadisə sürücünün ehtiyatsızlığında baş verir. Bundan sonra tətbiqdə sürücünün dəyərləndirmə səviyyəsinə baxmalıyam. Bu olur əsaslı mühakimə. Deməli, səhv mühakimədə deyir ki, bu qəza ona görə baş verdi ki, maşın markası Prius'dur. İndi isə gəlir özünü bənzətmə. Özünü bənzətmədə məktəbimizin ən məşhur qızı voleybolla məşğul olur. Özünü bənzətmədə deməli nə olacaq? Deməli, mən də voleybolla məşğul olmalıyam. Artıq nə olur? Mən də məşğul olmalıyam. Artıq nəyə bənzədir? Məktəbin ən məşhur qızına, voleybol oynayan qızına artıq onu bənzətmək istəyir ki, mən də onun kimi olacağam. Mən də yaxşı voleybol oynayacağam. Bu da nəyə aid olur? Özünü bənzətməyə. Deməli, bu səhv mühakimədir. Əsaslı mühakiməyə baxaq. Əsaslı mühakimədə deyir ki, mən isə gimnastikanı sevirəm və müəllimim də gimnastika ilə məşğul olmağı tövsiyə edir. Deməli, gimnastika ilə məşğul olmalıyam. Əgər cümlədə belə deyək də, özünü bənzətməyə aid, yəni desək ki, özünü bənzətmə harda görsənilib,
deyək ki, məktəbin ən məşhur qızı voleybolla məşğul olur. Əgər o da gedib belə deyək də, həmən şagird də ona gedib özünü oxşatırsa, deyir ki, mən də gedib voleybol oynayacağam, mən də gedib ona oxşayacağam. Burada artıq nə olur? Özünü bənzətmə. Yəni bu özünü bənzətirsə nə olur? Səhv mühakimə olur da. Cəmiyyət tərəfindən qəbul etmədim. İndi isə baxaq, cəmiyyət tərəfindən qəbul etmə nə idi? Hamı dəbdə olan sarı rəngdə köynək və paltarlar geyinirlər. Deməli, mən də sarı paltar alıb geyinməliyəm. Nə olur? Cəmiyyət tərəfindən. Yəni, cəmiyyət sarı paltar geyinir deyənə, deyir ki, mən də sarı paltar geyinəcəm. Deməli, nə edir? Səhv mühakimə deməli, yürütmüş olur da. Məsəl üçün, indiki dövrdə deyək ki, çoxsu bir var ki, ehtiyacı var ki, gedib iPhone 16 alır. Eləsi də var ki, ehtiyacı olmadan sadəcə hər kəs iPhone 16 alır deyənə gedib mən də alım, nə bilim, çəkilişi yaxşıdır falan filan. Elə də adam var ki, yəni işinə görə alır, nəsə bir deyək də, videoblogerdir və yaxud da dərslər çəkib atır, eləyir. Ona görə deyir ki, işimə görə alıram. Eləsi də var ki, deyir ki, yox, hamı alıb, mən də alacam. Burada artıq nə olur? Hamı alıb, mən də alacam varsa, həddindən artıq cəmiyyət tərəfindən qəbul edilmədir. Sonra şəxsi qərəzliyə baxaq. Şəxsi qərəzlikdə deyir ki, Aydan deyir ki, sahibsiz heyvanları sığınacağa götürməliyik. Sahibsiz heyvanları sığınacağa götürürük. Sonra Aydan da çox qəribə qızdır. Gülməli paltarlar geyinir və bizdən ayrı gəzir. Ona görə də yəqin ki, dediyi səhvdir. Artıq nə oldu? Şəxsi qərəzliyi var ki, deməli, Aydanın sözünə inanmır və deyir ki, ona görə də deyir, Aydanın dediyi səhvdir. Burada artıq nə oldu? Nəyə aid olmuş olur şəxsi qərəzliyə? Sonra gəlir boş adam xətası. Boş adam xətasında nədir müəllimlər? Misal verilir, misala baxaq. Şəhərdəki ekoloji problemləri həll etməyin yollarından biri velosipeddən istifadə etməkdir. Baxın, şəhərdəki ekoloji problemləri şəhərdəki ekoloji problemləri həll etməyin yollarından biri velosipeddən istifadə etməkdir. Demək istəyirsən ki, şəhərdə ekologiyanın vəziyyəti pisdir. Artıq burada nə oldu? Boş adam xətası oldu. Və yaxud da belə bir misal deyim. Deyək ki, kursa gələn uşaqlardan birinin valideyni 1-2-3 ay olar ki, ödənişi ödəmir. Və müəllim də valideyni çağırıb deyir ki, yəni kursun ödənişi ödənməlidir. Siz 2-3 ayda ödənişi ödəmirsiniz. Valideyn də deyir ki, demək istəyirsən ki, mən kasıbam, ona görə ödəmirəm. Artıq burada nə oldu? Boş adam xətası oldu. Sonra gəlir çox mənalı danışmaq. Çox mənalı danışmaqda burada misal verilib, deyir, sənə verilən tapşırığı düzgün yerinə yetirməməmsən. Deyilmişdi ki, bu məsələni öz aranızda danışmayın. Hər kəs aralıqda araşdırma aparsın. Əsassız mühakimədə deyir ki, biz öz aramızda danışmamışıq. Sadəcə bir neçə şəkil və mesaj göndərmişik. Burada artıq nə oldu? Əsassız bir mühakimə oldu, yəni səhv mühakimə oldu və nəyə aid olmuş oldu? Çox mənalı danışmağa. Deyir, biz öz aramızda danışmamışıq ki, deyir. Sadəcə bir neçə şəkil mesaj göndərmişik. Çox mənalı danışmağa belə bir şeydə misal da deyə bilərəm. Məsəl üçün, şagirdlərdən deyək ki, arxa partada oturan şagirdlərdən ikisi söhbət edir və müəllim də öndəki şagirdə deyir ki, biz belə deyək də söhbət etməyin, dərsi pozmayın. Şagird də deyir ki, söhbət etmirdim ki, deyir. Elə belə deyək də arxaya boylanmışdım. Burada artıq nə oldu? Çox mənalı danışmaq. Sonra sirkulyar arqumentə baxaq. Sirkulyar arqumentdə nədir?
Misalda verilib ki, baxaq, siqaret çəkmək məsləhət görülmüş çünki sağlamlığa ziyandır. Mən siqaret çəkmirəm çünki sağlamlığa ziyandır. Artıq nə oldu? Dediyiniz məlumatı sizə qaytardısa, sirkulyan arqument oldu. İndi isə gəlir müəllimlər tənqidi təfəkkür. Tənqidi təfəkkür nədir müəllimlər? Tənqidi təfəkkür faktlardır, problemdir, qarşıya çıxan məsələləri düzgün anlamaq, təhlil etmək, dəyərləndirməkdir. Problemi səmərəli yolla həll etmə bacarığının olması, deməli, tənqidi təfəkkürə aid edilmiş olur. Tənqid etmək və tənqidi təfəkkür fərqli anlayışdır. Yəni, tənqid etməkdən fərqli olaraq tənqidi təfəkkür hər hansı əsərdir, kitabdır, şəxsdir və ya hansısa bir məsələdə səhv tapmaq, həmin obyektə negativ yanaşmaq demək deyil. Tənqidi düşüncə hansısa məsələyə doğru və ya qərəzsiz yanaşmaqdır. Ümumiyyətlə, aydın və rasional düşünmə bacarığının olmasıdır. Məsəl üçün, tənqidi düşünmə, tənqidi təfəkkür, tənqidçi ilə tənqidi təfəkkür arasında fərq nədir? Deyək ki, hansısa bir, məsəl üçün, deyək də, müəllim yanına hazırlaşırsınız. Müdavimlər olsun, abituriyentlər olsun. Deyək ki, məsəl üçün, riyaziyyat müəllimi abituriyentlərdən biri riyaziyyat üzrə hazırlaşır, riyaziyyat müəllimi yanına hazırlaşmaq istəyir və bəzi, belə deyək də, şagirdlər deyir ki, həmin müəllimə pis müəllimədir, yaxşı hazırlaşdırmır, strategiyası yaxşı deyil, düzgün deyil. Və bəziləri də deyir ki, çox yaxşı müəllimədir. Əgər həmən şagird mənfi, belə deyək də, həmən müəllim haqqında mənfi danışan şagirdlərə qulaq assaydı, desəydi ki, hə, pis deyirlərsə, deməli, bu müəllim yaxşı deyil ki, bunu daha öncə belə danışırlar da. Bu zaman olurdu tənqidçi. Amma belə deyək də, özü həmən müəllimi araşdırır, mənfi danışanlara, müsbət danışanlara fikir vermir, özü də gedir, hazırlaşır və ondan sonra bir nəticəyə gəlir ki, müəllim haqqında həqiqətən də bu müəllim yaxşı dərs keçir, sonra və yaxud da pis dərs keçir. Əgər bunu özü araşdırırsa, sonra belə deyək də, bir fikrə gəlirsə, bu tənqidi təfəkkürdür. Əgər belə deyək də, həmən müəllimi pis deyənlərə dəstək olursa, deyək ki, o da pis deyirsə, yəni pis müəllimdir, hə, deyirlər ki, pis müəllimdir. Burada olur nə? Tənqidçi. Sonra gəlir, tənqidi düşünən insanda, deməli, problemi düzgün müəyyənləşdirir, problemin yaranma səbəblərini araşdıraraq problemi haqqında informasiyalar toplayır, problemi sistemli şəkildə həll edə bilir. Yəni, bir nə qədər belə deyək də, tənqidi təfəkkür haqqında verilmişdi. Kifayət qədər sübut olmadıqda mühakiməni kənara qoyur, bir işi görməmişdən əvvəl onun mümkün nəticələrini görə bilir. Deməli, kifayət qədər sübutu olmadıqda mühakiməni kənara qoyur. Yəni, dediyim kimi, riyaziyyat müəllimi yanına hazırlaşmaq istəyir şagird və bir nə qədər sübutu yoxdur ki, onun haqqında fikir bildirsin ki, yaxşı müəllimdir və yaxud da pis müəllimdir. Ona görə özü araşdırır, özü həmən müəllim yanına hazırlaşır, edir. Ondan sonra deyir ki, hə, bu müəllim yaxşı müəllimdir və yaxud da pis müəllimdir. Düzgün strategiyası var və yaxud da düzgün strategiyası yoxdur. Yəni, özü araşdırdıqdan sonra sübutu olur və ondan sonra bir fikir bildirir. Sübut olmadıqda fikir bildirmir. Yəni, tənqidi təfəkkür budur. Deməli, tənqidi düşünmək üçün insan məsələyə necə yanaşmalıdır? Məqsəd yönlü suallar verməyi bacarmalıdır. Bunun üçün 4N1 KH üsuludur, 3N üsulundan istifadə olunur, yəni iş üsullarından istifadə olunur. Vacib informasiyaların toplanmasıdır, məlumatlanmalıdır. Çox geniş yayılmış və hamı tərəfindən qəbul edilmiş məsələləri şübhə ilə yanaşaraq yenidən müzakirəyə çıxarmaqdır. Obyektiv olmalı, məsələlərə qərəzsiz yanaşmalıdır. Bunlar nəyə aid olmuş olur? Tənqidi düşünmək üçün insanda məsələyə necə yanaşmaq lazımdır? Bunlar nəzərə alınır. Deməli,
Tənqidi təfəkkür formalaşdırmaq üçün bir çox bacarıqlar vardır. Təhlil etmək, sonra interpretasiya etmək, izah etmək, etibarlı informasiya toplamaqdır, qərəzsiz yanaşmadır, problemi həll etməkdir. Tənqidi təfəkkürün deməli xüsusiyyətləri nədir? Müşahidə bacarığının olmasıdır, təhlil etmə bacarığının olmasıdır, nəticə çıxarmaqdır, ünsiyyət və fikir ifadə etmək bacarığının olmasıdır, problemi həll etmə bacarığının olmasıdır. Yəni, əsas xüsusiyyətləri bunlardır. İndi isə gəlir tənqidi təfəkkür bacarıqlarının təlimdə necə formalaşdırılır? Yəni, 4N1 KH-dır, bu iş üsullarla formalaşdırılır və bunları da gələcək dərslərdə keçəcəyik. Deməli, Sokrat dialoqudur. Gəlin bunu müzakirə edək. Fakt yoxsa fikir, qaydalar, yad planetlik üçün səyahət turudur, seçim etməkdir, nə baş verdi. Yəni, bunlar əsasında tənqidi təfəkkür formalaşır. Gəlin bir ikisinə baxaq. 4N1 KH-da deyilir ki, sual-cavab texnikasıdır. Burada informasiya toplamağa və təhlil etməyə xidmət edir. Yəni, informasiya topladıqdan sonra, həmən informasiyanı təhlil etdikdən sonra demək, fikir bildirilirsə, artıq nə oldu? Tənqidi təfəkkür inkişaf etmiş oldu. Sonra Sokrat dialoqunda nə idi? Sokrat dialoqunda bu üsulda verilən mövzu ətrafındakı müzakirə aparan, fikir bildirən şəxsə verilən cavabdan yeni üsul çıxarmalıdır. Yəni, məhz bu fəaliyyət şagirdə tənqidi təfəkkür üçün inkişaf etdirilir. Sonra qaydalara baxaq. Qaydalarda deyilir ki, qayda və qanunlar əsas funksiyası həyatda bizi istiqamət vermək, bizi qorumaq və asayişi təmin etmək olduğunu şagirdlərə çatdırmaqdır. Sonra onlara bildiririk ki, dünyada hamının riayət etməli olduğu 3 qayda müəyyənləşdirilməlidir. Hansı qayda seçərdiniz və niyə? Deməli, qayda 1, qayda 2, qayda 3. Deyək ki, əyani hazırlıq keçirəm və belə deyək də, müdavimlərə deyirəm ki, qayda 1 nədir? Dərsi izah etmirəm. Birinci test işləyirik. Sonra dərsi izah edirəm. Qayda 2 nədir? Birinci, belə deyək də, qayda 2-də ancaq dərs izah olunur. Deyək ki, qayda 3-də nədir? Ancaq testlər yazılır və belə deyək də, müdavimlər də öz fikirlərini bildirirlər. Ona görə belə deyək də, test işləyirik və yaxud da qaydalar izah olunur. Burada da nə olur? Tənqidi təfəkkür inkişaf olmuş olur. İndi isə gəlin baxaq yaradıcı təfəkkürə. Yəni, əsaslar nədir? Onları müəllimlər sizlərə izah edirəm. Yaradıcı təfəkkür nədir? Yaradıcı təfəkkürdə, yəni nəsə yeni ideyaların yaranmasıdır, yeni fikirlərin ortaya qoyulmasıdır, problemlərin həll yolunda yeni fikirlərdən istifadə olunmadır. Bu yaradıcı təfəkkürdür. Bəs yaradıcı təfəkkür nədir? Yəni kreativ düşüncədir. Deməli, əşyalara, hadisələrə, problemlərin həllinə, yeni və fərqli nöqteyi nəzərdən baxmaqdır. Bir növ çərçivədən kənar düşünməyə kömək edən idrak prosesidir. Yəni, əsas əlaqənin yaradılmasıdır. Burada yəni, insan yaradıcı düşünəndə müxtəlif ideyalar arasındakı əlaqə toplamağa bacarır və əlaqəni problemi həlli üçün istifadə edir. Burada artıq nə oldu? Əlaqənin yaradılması oldu. Sual verməkdir. Sual verərək yaradıcı təfəkkürdə inkişaf etmək olur. Yəni, necə? Yaradıcılıq ümumi qəbul edilmiş yanaşmaya və fikrə qarşı çıxmağa şərait yaradır. Əksər hallarda biz hər hansı bir problemi həll edərkən səbəbini araşdırmadan, fərqinə varmadan başqalarının istifadə etdiyi həll yoluna müraciət edirik. Yaradıcı düşünən insan isə özünə daim belə bir sual verir. Mən bu məsələni başqa cür necə həll edə bilərəm? Yəni, özünə bir sual verərək yaradıcı bir düşüncələr ortaya gəlir. Artıq nə oldu? Sual verərək də yaradıcı təfəkkür inkişaf edilmiş oldu. İndi isə gəlir müəllimlər təcrübə aparmaq. Təcrübə aparmaqla da təfəkkür necə
inkişaf olunur. Deməli, yaradıcı düşünən insan yenilikləri sınaqdan keçirməlidir. Nədir? Yaradıcı düşünərək yenilikləri, yəni təcrübə apararaq yenilikləri sınaqdan keçirirsə, bu yaradıcı təfəkkürün inkişafını etmiş olur. Sonra verilən qərar nə qədər də qeyri-adi olsa da deməli tədbirli risk alaraq onu sınaqdan keçirmək lazımdır. Hər hansı uğursuzluqlar olsa da yaradıcı düşünən insan deməli bu uğursuzluqlarla təkmilləşir, inkişaf edir. Deməli, təcrübə apararaq da yaradıcı təfəkkürün inkişafına gətirib çıxarmaq olur. Və müşahidə edərək də yaradıcı təfəkkür inkişaf olunur. Gəlin baxaq. Deməli, necə? Müşahidə edərək yaradıcı düşünən insan ətraf aləmi, insanları daim müşahidə edir. Yəni, ətraf aləmi müşahidə edərək, insanları daim müşahidə edir, gördüklərini, eşitdiklərini, oxuduqlarını təhlil edir, nəticələr çıxartır. Yəni, bu cür yanaşma problemin səmərəli həllinə gətirib çıxardır. Problemin həllində bir nöqtəyə fokuslanmaq, yalnız bir şəxsin düşüncələrini dinləmək insanın yaradıcılığını məhdudlaşdıra bilir. Yəni, müxtəlif fərqli insanlara fəaliyyətlə baxmaq, həmçinin analoji fəaliyyətlə məşğul olan insanlara təcrübələrini izləmək və ya müşahidə etməklə də yaradıcı təfəkkür deməli inkişaf etmiş olur. Sonra bir neçə belə deyək də yaradıcı təfəkkürdə iş üsullarından istifadə etməklə yaradıcı təfəkkür inkişaf etmiş olur. Hansılar da beyin həmləsidir, 4M1KH-dır, analogiyanın tapılmasıdır, əşyalardan qeyri-adi istifadə etməkdir. Bunlarla da deməli yaradıcı təfəkkür formalaşır. Beyin həmləsində necə? Beyin həmləsi nədir? Burada təfəkkür inkişaf edilmiş olur. Yəni beyin həmləsində bir neçə həll yolları, problemlərin həll yollarını ortaya qoyulmasıdır. Bu da artıq nədir? Beyin həmləsi. Yəni təfəkkür inkişaf edir, yaradıcı təfəkkür də inkişaf etmiş olur. Sonra 4M1KH-da, yəni layihələrin hazırlanmasıda problemin həllində suallar verməklə həll yolunu tapmaq üçün bu üsul çox faydalıdır yaradıcı təfəkkür üçün. İnkişafında, yəni 4M1KH üsulu faydalıdır. Analogiyanın tapılmasında, analogiya nə idi müəllimlər? Oxşar və fərqli cəhətlərin tapılmasıdır. Yəni şagird məntiqi təfəkkürünü inkişaf etdirərkən formalaşdıran bu bacarıqlar yeni ideyaların yaranmasında böyük əhəmiyyət daşıyır. Məsələn, təbiətdə mövcud olan hər hansı bir əşyanın varlıqdan və s. ideya kimi istifadə edərək yeni bir vasitə kimi yaratmaq mümkündür. Məlumdur ki, təyyarə quşun vertolyot cırcıramanın analogiyası olaraq yaradılmışdır. Deməli, analogiya nə idi? Oxşarlıq və müqayisə. Deməli, quşa baxıb təyyarə yaradılmışdı. Oxşarlıqları nədir? Bayaqlarda demişdim. İkisi də uçur. Amma biri nədir? Biri heyvandır, biri də ki, dəmir parçasıdır. Fərqli cəhətləri budur. Yəni, birinin heyvan olması, birinin dəmir parçası olmasıdır. Əşyalardan qeyri-adi istifadə edilməsidir. Bu da, deməli, yaradıcı təfəkkürə aid edilmiş olur. Sonra da gəlir müəllimlər problemi həll etmə bacarığının olması. Və sonunda bu da deməli, problemi həll etmə bacarığında da əsaslar nədir? Problemi müəyyənləşdirməkdir. Sonra həll yolunu planlamaqdır, planını həyata keçirməkdir. Sonra qiymətləndirmədir, prosesi dəyərləndirməkdir. Bunlar da nəyə aid olmuş olur? Problemi həll etməkdir. Problemi müəyyənləşdirəndə, yəni problemi həll edərkən birinci addım problemi diaqnozu ilə bağlıdır. Bu mərhələdə problemin kontekstini, və əlamətlərini dərk etməyə başlayırıq. Həmçinin problemin təsirlərini və onun həllini, aktuallığını, əhəmiyyətini qiymətləndiririk. Nə olur? Problemi müəyyənləşdirmək. Sonra həll yolunu planlamaq lazımdır problemi həll etmədən. Yəni, problemin həllini ikinci mərhələsində şagirdlər
müəyyən edilmiş problemi həll etmək üçün mümkün deməli strategiyalar düşünərək nəzərdən keçirirlər. Sonra gəlir planı həyata keçirmək. Problemi həlli prosesində üçüncü addım seçilmiş həll yolunun həyata keçirilməsini əhatə edir. Yəni burada şagirdlərin bu mərhələdə problemlərin çoxunu çevik həll yolunu olmadığı başa düşülməsidir. Başa düşülməsi burada vacib hal alır. Nədir? Yəni şagirdlərin bu mərhələdə problemin çoxunun çevik həll yolunun olmadığını başa düşülməsi vacib hal olur. Yəni yuxarıdakı mərhələdə müqayisədə icra mərhələsi ən sadə hissə ola bilər, lakin bu mərhələdə israrlı olmaq tələb olunur. Bu da nəyə aid olmuş olur? Planı həyata keçirməyə. Sonra da gəlir, sonra gəlir prosesi dəyərləndirmək. Burada bu mərhələdə şagird reflektiv düşüncə ilə məşğul olurlar. Yəni həlli həyata keçirdikdən sonra onlar nəticələrini qiymətləndirir və özləri tədqiqi suallar verirlər, tənqidi suallar verirlər. Bu reflektiv proses əldə edilmiş nəticələrə deməli ağla batan olub-olmadığını təqdim edilmiş həllin ilkin belə deyək də müəyyən edilmiş problemə uyğun olub-olmamasını dəyərləndirir. Bu da nəyə aid olmuş olur? Prosesi dəyərləndirməyə və sonda da qiymətləndirmə aparırlar. Müəllim şagirdlər arasındakı problemi həll etmə bacarığını effektiv şəkildə qiymətləndirir və inkişaf etdirmək üçün də summativ həm də formativ qiymətləndirmə üsulundan da istifadə edir. Deməli, qiymətləndirmədə nədən istifadə olundu? Summativ həm də formativ qiymətləndirmədən istifadə olundu. Bugünlük də müəllimlər bu qədər. Gələn dərslərdə görüşərik. Sağ olun və videonu da bəyənib like etməyi unutmayın.